mən bu həyatda yox idim, məni falçı həyata qaytardı. Hal-hazırda falçılara, ekstrasenslərə müraciət edənlərin sayı daha çoxdur, nəinki psixoloqlara. Mən elə hər dəfə ailəmdə problem yaranacaq və mən qaçacağam falçının üstünə. Bu cadu əməllər və s. daha çox niyə hər ailədə əm-arvadı, day-arvadı, biblərdə baş verir? Niyə həyatımızı başqasının iki dodağının arasındakı bir sözə inanaraq keçirtmək istəyirik? Sənə cadu olunub. Buna görə beləsən və bunun ardı da gəlir. Bu cadu təmizlənməlidir. Olmayan bir şeyin nəyini təmizləyirik? İnsan bəzən qorxularını qəbul edə bilmədikdə onu simvolik yollarla qəbul etməyə çalışır. İşim düz getmirsə, əlimə ara atıram quruyursa və ya evdə söz-söhbətlər davam eləyirsə, demək kimsə mənə cadu eləyib və bundan qaynaqlıdır. Hər vaxtınız xeyir olsun. Hər həftə olduğu kimi bu cümədə psixoanalizdəyik. Bugün mövzumuz parapsixologiya, falçılar, ekstrasenslər və insan şüurudur. Zəhra ilə birlikdə bunları müzakirə edəcəyik. Buyur Zəhra. Hər vaxtınız xeyir olsun, izləyicilərimizi də salamlayıram. Bugün yenə də bir aktual mövzuya toxunuruq, parapsixologiya. Parapsixologiyanın ümumiyyətlə digər psixologiyalardan nə kimi fərqi var? Gəlin biraz da buna toxunaq bugün. Parapsixologiya uzun illərdir elm və mistizm arasında mübahisə mövzusu olaraq qalır. Psixoanaliz baxımından bunlar insanın müəyyən bir ehtiyaclarından irəli gəlir və insan öz gələcəyi ilə bağlı nələrsə bilmək istəyir, narahatlıqlarını, qorxularını sakitləşdirmək istəyir və bunun üçün də falçılara, ekstrasenslərə müraciət eləyir. Ancaq nəzər yetirməliyik ki, bu qorxular nədən qaynaqlanır və bu qorxular həqiqətən də eşitdikləri sakitləşdirirmi? Parapsixologiya deyəndə ilk ağla gələn falçılar olur və insan öz düşüncə tərzini, qorxuları necə yaranır, bu qorxunun yaranmasına səbəb nədir, bunu necə həll edə bilərəm deyil də, üz tutur birinci falçılara. Düşüncə gücü dediyimiz bir prinsip formalaşır ki, burada mən nəyə inanıramsa onu həyatıma çəkirəm və onun da bərabərində təbii ki, falçıların, ekstrasenslərin dediyi hər hansısa bir fikir bizim düşüncəmizdə formalaşır və məsələn, belə deyək də, mənə deyirlər ki, sənin həyatın çox yaxşı olacaq, çox xoşbəxt bir insan olacaqsan. Mən artıq buna fokuslandığım üçün düşüncə gücümdən zaten mən xoşbəxt olacağam. İşimlə bağlı hər hansısa bir problem yaşayacaqsan deyilir və həqiqətən də mən düşüncə gücümdən elə işimdə həmin o problemi yaşayıram. Niyə? Çünki işimlə bağlı hər hansısa bir qarşıma əngəl gələcəksə, mən artıq bunu deyəcəm ki, falçı bunu demişdi, ekstrases bunu demişdi mənə və mən elə eynisini yaşayıram. Artıq burada belə bir fikir formalaşır ki, mən öz düşüncə gücümləmi həyatıma yön verirəm, istiqamət verirəm, yoxsa elə həqiqətən də falçıların dedikləri düzdür? Junqun arxetiplər nəzəriyyəsinə görə şuur altında müəyyən arxetiplər var və bu falçılar, ekstrasenslər də bu arxetiplərdən istifadə eləyərək emosional vəziyyəti oxuyurlar. Əslində bu oxuyurlar dediyimiz hissədə təbii ki, bu dırnaq arasında oxuyurlar deyirəm. Çünki real olaraq hər kəsin həyatında bir problem var. Və bu problemləri biraz daha qabardaraq önə sürürlər. Belə bir misal çəkəcəm. Bu yaxınlarda bir nəfər falçıya müraciət elədiyini dedi. Gələcəklə bağlı, münasibəti ilə bağlı məlumatlar toplamaq istəyirdi və eyni zamanda həmin insanın ona qarşı əvvəl münasibəti necə olub, həqiqətən ciddi bir münasibət qurubmu deyə analiz etmək istəyib və gələcəklə bağlı da məlumat almaq istəyib. Və falçı soruşub ki, oğlanın neçə yaşı var? Əgər bu falçı hər şeyi oxuya bilirsə, hər şeyi görə bilirsə, təkcə bu oğlanın yaşını mı görmədi? Əslində bir insanı manipulyasiya edərək onun hər bir məlumatını əldə etmək mümkündür. Əgər bir insan parapsixologiya sahəsindədirsə, onun ixtisasını soruşmaq, adını soruşmaq, yaşını soruşmaq həmin o falçı üçün çox asandır. Manipulyasiya edərək, hər bir bilgini əldə edərək, daha sonra ona uyğun bir maarifləndirici hər hansısa bir sözdən istifadə edə bilər. Yəni necə ki, biz əgər bir insanın həyat hekayəsini biliriksə və davamını təxmin edə biliriksə, həmin insanlar da bu şəkildə qarşı tərəfi manipulyasiya edə bilir. Əgər qarşı tərəf zəif psixologiyadadırsa, həyatının çöküş anını yaşayırsa, tutunacaq bir budaq axtarırsa,
həmin insan onun üçün bir, gəmi rolunu oynayır. O suyun içindən çıxmaq üçün, o problemlərin içindən çıxmaq üçün əslində bir ümid mənbəyidir. Çünki biz psixoloq yanına nə üçün getmirik? Çünki problemlərimizi tam şəkildə həm dərk etmək istəmirik, onlarla üzləşmək istəmirik və eyni zamanda, qorxuruq. Amma bir falçıya daha çox nəyə görə müraciət edirik? Sanki o insan bizim bütün problemlərimizi anında həll edəcək. Yəni bir dəfə gedəcək həmin insan, bütün problemlərini deyəcək, onun mənbəyini tapacaq və daha sonra onun hər birini bir dəfəyə həll edəcək. Bir də var seanslara yazılaraq hər seans, bir problemi axtarmaq, onunla üzləşmək. Təbii ki, bunu həll etmək biraz zaman alır və biz bir millət olaraq çox təəssüf ki, daha asan yolla, daha tez üsulla, problemlərimizdən tez bir şəkildə azad olmaq istəyirik. Təbii ki, bu belə bir şey mümkün deyil. Zaten görünür ki, bir insan falçı yanına gedir, həyatını nə dərəcədə yaxşılaşdıra bilir? Həyatına nə dərəcədə toxuna bilir həmin o falçı? Və yaxud da elə falçılar var ki, vəd edir, pulun olacaq, ruzi bərəkətin olacaq, evin olacaq, maşının olacaq, amma özü kiçik bir daxmada qalır. Əgər bir insan özünə yaxşı gələ bilmirsə, qarşı tərəfə necə yaxşı gələ bilər? Fikirlərinlə tamamilə razıyam. İnsanlar həqiqətən o tutunacaq budağı tapmağa çalışırlar, ancaq yanlış yerdə axtarırlar. Gəlin baxaq, bir insan ekstrasensə, falçıya müraciət eləyir. Gələcəklə bağlı ola biləcək ehtimalları öyrənir və bir çox hallarda hamısı bu bir ehtimaldır deyir. %100 bir şey deyənlər çox az saydadır. Deyirlər ki, 99% və ya 90% ehtimal budur, amma olmama ehtimalı da var. Və bayaq qeyd elədiyimiz kimi insan başlayır bunu düşünməyə, mənim həyatımda bu baş verəcək, bu şəkildə olacaq və bunu vizualizasiya eləməyə başlayır. Və bu vizualizasiya başladığı andan etibarən həmin insan həyatına həmin şeyləri çəkməyə başlayır. Və artıq sorğulamır ki, mən bunu vizualizasiya elədim, yoxsa sənin qeyd elədiyin kimi falçının mənə dedikləri doğru çıxdı. Falçının dedikləri düz çıxdı və yenidən ödəniş eləyir və bu davamlı şəkildə ard-arda davam eləyir və bu asıllıq halına çevrilir. Bunu öyrəndim, bundan sonra nə baş verəcək? Falçının dediyi baş verdi və sonra indi yenə ödəniş eləyim, qoy öyrənim, görəsən bundan sonra nə baş verəcək? Çox üzr istəyirəm, burada bir, nüansa toxunacağam. Falçıya inanma, faldan da qalma deyilən bir misal var və eyni zamanda həmin tip insanlar, daha çox falçıya gedib asılılıq yaranan insanlar, düşüncə gücünə də inanmırlar. Yəni düşüncə gücü necə olacaq, mən nəyisə düşünsəm, evi, maşını necə çəkə biləcəm? Elə ondansa, hansısa bir falçıya ödəniş edim, bilim ki, mənim gələcəyimdə nə olacaq, arxayın yatacaq ki, hə, vəsə mənim həyatım budur. Hətta, qarşı tərəf ona yanlış bir məlumat versə ki, sən çox bədbəxt bir insan olacaqsan və buna inanaraq elə bunun içərisində qalacaq. Bəlkə də elə düşüncə gücünü dəyişərək, qorxularını dəyişərək, bir psixoloqa müraciət edərək öz problemlərini həll edə bilər bu insan. Bədbəxtliyini xoşbəxtliklə əvəz eləyə bilər. Amma bu insan nəyi seçir? Daha asan üsulu. İnanır və həyatında da baş verir və daha sonra həmin insanlara düşüncə gücünə inandırmaq çətin olur. Çox təəssüflər olsun ki, hal-hazırda ekstrasenslərə, falçılara müraciət daha çoxdur, nəinki psixoloqlara. Çünki niyə? Sevgilisi ilə bir problemi var. Bunu bir psixoloqa gedib həll etməyə çalışsın, uzun proseslərdən keçsin. Hazır bir parapsixoloqa və ya hal-hazırda enerji masterlər, enerji koçlar onlar üçün xüsusi hazırlanmış rituallar təqdim eləyirlər ki, sevgilini geri döndər. Hətta sevgilin ayaqlarına qapansın deyə başlıqlarla rituallar, meditasiyalar, subliminallar və s. satılır. Buna axın daha çoxdur. Çünki rahatdır. Sadəcə dinləyəcəkləri müəyyən bir səs yazısıdırmı, yoxsa edəcəkləri, yazacaqları nəsə bir yazı texnikasıdırmı? Bundan istifadə eləyərək istədiklərinə çatacaqlarını düşünürlər və əslində burada da bir düşüncə gücü işə keçir təbii ki. Amma lazımdırmı? Həqiqətən bir münasibəti düzəltmək istəyirsənsə, bir münasibət üçün nələrsə etmək istəyirsənsə, niyə bunu sağlam yollarla deyil də ekstrasenslə, falçıyla, yalançı ümidlərlə, eşidəcəklərinin
səni təsirləndirməsi mütləqdir. Əgər bir insana ki, mən parapsixologiya ilə, ekstrasenslə, hər hansısa bir ritual səhifəsindən qazandığım o məlumatlarla geri döndərəcəmsə və geri döndərmək də qalsın bir qıraqda, bir insan mənə onun sayəsində bir sevgi sözündən istifadə edəcəksə, yəni o insanın sevgisinə nə dərəcədə inana bilərəm və yaxud o ailənin təməli ki, sevgi ilə qurulmayıbsa, hər iki tərəfin də bir-birini anlayış tərzi yoxdursa, mən elə hər dəfə ailəmdə problem yaranacaq və mən qaçacağam falçonun üstünə. Bu nə dərəcədə sağlam bir həll yoludur? Freydin ölüm dürtüsü nəzəriyyəsinə görə insan bəzən qorxularını qəbul edə bilmədikdə onu simvolik yollarla qəbul etməyə çalışır və burada da bu ekstrasenslərin, falçıların dedikləri, gələcəklə bağlı narahatlıqları əslində örtmək istədikləri hissəyə gəlirik. Əslində örtmək istəyirlər ki, mən yaxşı bir şey eşidim, müsbət bir şey eşidim, ancaq bu hər zaman belə olmur. Yaxşı tərəflər deyildiyi kimi, mənfi tərəflər də deyilir və hətta bəzən qorxudulur. Sizin ailədən, sizin nəsildən kiməsə nə isə olacaq, kiminsə başına bir pis hadisə gələcək və həmin insan onsuz da təşvişli bir insandırsa, onsuz da obsessiv kompulsiv biridirsə, başlayır bunu daha təşvişli bir hala çevirməyə və obsessiyalar daha da artmağa başlayır. Görəsən anamın başına nəsə gələcək, atamın başına nəsə gələcək, övladlarımın başına nəsə gələcək və bu əslində gələcək qorxusundan qurtulmaq istəyərkən bu anın qorxusuna düşür. Onların psixoloji təsir gücü çox yaxşı olduğuna görə həmin insanları manipulyasiya edərək özlərinin asılı vəziyyətdə sala bilirlər. Bir işləri bitir, daha sonra digərinə keçir. Özlərini asılı halda saxladıqlarına görə filan yeri aç, bir şey görəcəksən, hansısa bir qəbirstanlıqda sizin üçün filan cadu olunub və hətta həmin insanlar bu sizin çox yaxınınızdan birinizdir deyərək, hətta o evin içərisinə belə bir dava salırlar həmin falçılar. Burada sözünü kəsmək istəyirəm. Orta statistik Azərbaycan ailələrinin hər birində bu proses baş verir. İstər-istəməz hər kəsin evində nə isə var və onun hardan çıxacağını təxminən hardasa desələr belə, yəni o evdə o şeyin olduğundan hamı bilir ki, yəni bu əminlik var, hamı bilir ki, hamının evində nə isə var. Yəni bu möcüzəvi bir xəbər deyil. Azərbaycanda hər kəsdə normal var olan bir şeydir. Bu cadu əməllər və s. daha çox niyə hər ailədə əm-arvadı, dayı-arvadı, bibilərdə baş verir və bu proseslər də olduğuna görə Azərbaycan ailələrinin əksəriyyətində bu hallar baş verdiyinə görə bir falçının bunu təxmin etməsi bir o qədər də çətin deyil. Mən demirəm ki, belə bir sahə yoxdur. Mən demirəm ki, həqiqətən də bütün falçılar fırıldaqçıdır. Bu kəlmədən istifadə etmirəm. Təbii ki, parapsixologiya ilə məşğul olan, düşüncə gücü deyirik, enerji deyirik, təbii ki, bunlar var. Bir insan düşüncə gücündən həyatını yenidən yarada bilər. Yəni qismət, taleh anlayışlarını hər kəs özü öz aspektindən baxır. Kimisinə görə qismət taleh anlayışıdır və həmin insanlar öz problemlərini yaxşılaşdıra bilmirsə, həyatını yaxşılaşdıra bilmirsə, qismət taleh deyib onun üzərinə atır və bu şəkildə həyatını yaşayır və kimisi isə düşüncə gücünü dəyişərək, həqiqətən də mən qorxunun səbəbini araşdıraraq, mən bu həyatı nə üçün yaşayıram və bu həyatı yaşamaqda aldığım dərslər nələrdir? Bunları bilərək həyatını yenidən yarada bilir. Amma bunu sağlam psixologiya ilə biz deyirik cəmiyyətimizə ki, sağlam psixologiya ilə bunu edin. Həlli olmayan və yaxud da qısa müddətli bir həlli olan üsullardan istifadə etməyin. Yəni daha sonrasında yenidən depressiya yaşayan yenə də siz olacaqsınız. Eynilə məsələ burada parapsixologiyanın varlığının inkar edilməsi deyil. Biz burada sadəcə düzgün ötürülməyən informasiyadan danışırıq. Hansı ki, başqalarının iradəsinə də toxunulur. Əgər bir insan başqa bir şəxsin xəbəri olmadan ona qarşı nə isə edirsə, bu artıq onun iradəsinə toxunmaqdır. Belə bir şey də var. İstədiyin adamı var olan, yəni bir var sadəcə xəyali bir şeydir. Sən istəyirsən ki, bu tip insan mənim həyatımda olsun. Bu başqa bir şeydir və təbii bir şeydir ki, sən həyatında olmasını istədiyin adamın modelini yaradırsan.
Bir də var ki, mən məhz o insanın həyatımda olmasını istəyirəm və onun üçün nələrsə edirəm. Bəlkə heç o insanın həyat yolunda sənə yer yoxdur. Bəlkə heç o insan səni həyatında istəmir, səninlə bir yol almaq istəmir. Bu artıq həmin insanın iradəsinə toxunmaqdır və həmin insan istəmədən onun həyatına müdaxilə edilməsidir. Və təəssüflər olsun ki, bu proseslər öz axarı ilə davam edir və bu davamlı şəkildə biraz da irəliləyərək daha dərin problemlərə çevrilir. Bu ritual olaraq başlayır, ardı arası kəsilməyən daha böyük o bayaq dediyimiz cadulara gətirib çıxardır. Enerji varmı? Var. Biz inkar etmirik enerjinin varlığını, biz inkar etmirik vizualizasiya ilə nələrsə əldə edə biləcəyimizi, öz düşüncə gücümüzdən istifadə edə biləcəyimizi, bunları inkar eləmirik. Bizim düşüncə gücümüzlə yaratdığımız hər şey bizim həqiqətən istədiyimiz şeylərdir və ya qorxularımızın məhsuludur. Ya biz onu həqiqətən çox arzulayırıq və onu hədəf olaraq seçirik ki, bu mənim həyatımda olmalıdır. Ya da qorxuruq, hədsiz qorxuruq ki, bu mənim həyatımda olmasın, ya da onlardır. Və bu qorxulardan, bu narahatlıqlardan qaynaqlı olaraq insanlar düşünməyə başlayır ki, necə olur ki, mən düşüncə gücümlə o mənfi şeyləri həyatıma çəkə bilirəm. Əgər bu düşüncə gücü gerçəkdirsə, elə müsbətləri də həyatıma çəkim də. Burada anlaşılmayan əsas bir şey var. Biz düşünürük ki, məsələn, mən bu qələmi istəyirəm, amma mənim bu qələmlə bağlı qorxularım var. Mən bu qələmə buradan bura qədər gedib çatana qədər bütün qorxularım aktivləşəcək və başlayacağam düşünməyə ki, o gedən yolda ayağıma daş dəyə bilər, yıxıla bilərəm, qabağıma oğru çıxa bilər, kimsə məni əngəlləyə bilər və ora gedib çatana qədər o əngəllərdən birini ilişib yıxılıram. Və o əngəlləri görmürəm ki, məni saxlayan bu əngəllər oldu, bu qorxular oldu. Mənim sadəcə gördüyüm budur ki, mən bu qələmə çatmaq istəyirdim, amma çata bilmədim. Hanı düşüncə gücüm niyə işləmədi? Çatdıqlarımız necə olur? Qələm burdadır. O qədər də önəmsəmirəm, mən buna çatacam, çatmayacam. Ola bilər ki, çatım, ola bilər ki, çatmayım. Çatsam yaxşı olar və bu yolu irəliləyirəm. Nəyəsə ilişirəmsə durub qalxıb təzədən yenə irəliləyirəm və gedib çatıram. Mən bunu o qədər də önəmsəmədim, ilahiləşdirmədim və ilahiləşdirmədiyim üçün buna çatdım. Və düşüncə gücü bərabərində mən onu sərbəst buraxdım. Və sərbəst buraxmaq o demək deyil ki, mən ondan imtina eləyirəm. Mən ondan imtina eləmədim. Sadəcə öz axarında addım-addım buna çatdım. Biz qəbul edirik ki, düşüncə gücümüz işə yarayır. Qəbul eləmirik ki, qorxularımız da var. Və bu qorxulardan qaynaqlı olaraq bu istəklərimizə çatana qədər o əngəllərə ilişirik. Bəs bizim əsas bunlardan kənar görməmiz gərəkən başqa nələr var? Bundan əlavə olaraq biz o qədər illüziya edirik ki, hətta gecə yuxumuzda bəzən yuxularımızı qatırıq, özümüzü qan tər içində oyanarkən tapırıq. Problemlərim necə oldu, necə həll olacaq və bundan həmin o falçının dediklərini etdiyimiz halda yenə də qorxu ilə oyanırıq. Bəzən olur ki, qan tər içərisində oyanırıq, yuxularımızı qatırıq, qara basmalar olur eyni zamanda və yaxud da belə bir ifadə də var, bilmirəm nə dərəcədə doğrudur yoxsa yanlış. Bu əlamətlər varsa səndə cadının əlamətləridir. Yəni səndə cadu ola bilər. Və bu kimi şeylər daha çox texnologiya inkişaf edəndən sonra daha çoxaldı. Biz ekstrasensləri, falçıları necə bilirdik? Əlçatmaz biri olaraq. Bəzən olur ki, heç əlaqə nömrəsini belə paylaşmırdı. Amma bu gün hər kəs əlində bir tarot kartı olaraq götürür, özünü reklam edir. Sənin gələcəyində filan şey olacaq, filan vədləri verir və vədlər verməsi ilə də yanaşı 90% ehtimal bu olacaq. 10% sənin özündən asılıdır. Əgər sən mənə inansan, mənim sözümə inansan, mənim dediklərim sənin həyatını təzahür edəcək, amma inanmasan, onların heç biri olmayacaq. Və bunun özü belə göstərir ki, bir insan düşüncəsi ilə necə inanırsa, o şəkildə də onun həyatına çəkir. Bəs biz niyə başqa bir insana
daha çox inanma ehtiyacı duyuruq? Niyə həyatımızı başqasının iki dodağının arasındakı bir sözə inanaraq keçirtmək istəyirik və niyə həmin o insanların sözündən daha çox asılıdır bizim həyatımızda yaşayacaqlarımız? Belə bir şey deyirlər ki, əgər işim düz getmirsə, əlimə ara atıram quruyursa, və ya, evdə söz-söhbətlər davam eləyirsə, demək kimsə mənə cadu eləyib və bundan qaynaqlıdır. Heç kəs oturub dərindən düşünmür. Bəlkə doğrudan da işimlə bağlı o potensialımı, öz gücümü ortaya qoymuram. Bəlkə doğrudan da münasibətlərimlə bağlı hər şeyi daha dərindən analiz eləyib düzgün ünsiyyət qurmuram. Bunlar analiz olunmadığı təqdirdə ən asanına qaçılır. Sənə cadu olunub. Buna görə beləsən və bunun ardı da gəlir. Bu cadu təmizlənməlidir. Olmayan bir şeyin nəyini təmizləyirik? Var olmayan bir şeydən danışılır və buna külli miqdarda pul tökülür. Hansı ki, həmin insan öz psixoloji sağlamlığı üçün bu pulu əsla xərcləmir. Heç bir halda. Hətta daha aşağı ödənişlə seanslar da təqdim olunur. Baha da deyilir. Amma 300, 500, 1000 manat hansısa falçıya, ekstrasensə bu məbləğ ödənilir və vəd olunur ki, sənin həyatın başdan ayağa dəyişəcək, hər şey çox möhtəşəm olacaq və insanlar da buna inanır. Bəzən olur ki, təmizlənmələr sən get, mən təmizləyəcəm səni deyilir və yaxud da filan şey et, bu cür, bu texnikanı et, təmizlənəcəksən deyilir. Nə dərəcədə təmizləndiyinə bir insan inana bilir? Bir insan özü bunu hiss edirmi ki, mən təmizləndim? Təmizlənmək necə olur? Bir insanın ruhunun arınması necə olur? Və yaxud bir insan sağlam psixologiyaya necə qayıda bilir? Sağlam psixologiya deyilir. Psixologiyanın mütəxəssisinə müraciət olunmur, qeyri bir yollara əl atılır və daha sonra deyir ki, mən bu həyatda yox idim, məni falçı həyata qaytardı. Bu nə dərəcədə düzgündür ki? Bunların hər biri inanclardır. İnanılır ki, etdiyi, gördüyü o verilən hansısa bir vədlərin, verilən o tapşırıqların nəticəsi müsbət olacaq və inanc sayəsində əldə olunur. Plasebo effekti deyə bir şey var. Bir qrup xəstə insan ayrılır iki hissəyə. Birinə həqiqətən o xəstəliyin sağalması üçün dərmanlar verilir. Digərinə isə boş kapsulalardır və ya konfetlərdir. Onlar təqdim olunur və izlənir. Dərman qəbul edənlər, həqiqi dərmanı qəbul edənlər sağalacaqlarına inanmayan şəxslərdir. Ancaq dərman deyil, boş kapsula qəbul edənlər isə sağalacaqlarına o qədər dərindən inanırlar ki, və sağalırlar. Burada baş verən plasebo effekti inanc sayəsində olur. Həmin insanların inandıqları həyatlarında olur. Və eyni ilə bu parapsixoloqa, falçıya, ekstrasensə müraciət edən insanlar da onun təqdim etdiyi hansısa bir rituallara inanaraq etdikləri üçün nələrsə baş verir. Ola bilər ki, o arınmalar, təmizlənmələr deyilir. Məsələn, sirkəli su ilə yuyunmaq deyilir, dəniz duzunda vanna, duş qəbul etmək deyilir və s. bu kimi şeylər var. Bizim də eşitdiyimiz, gördüklərimiz qədərilə sosial şəbəkədən istər-istəməz qarşımıza çıxır. Ola bilər ki, onların hansısa bir təsirləri var, amma inandıqları qədər var. Sən inanmırsan və bundan istifadə eləyirsən, bu sənin üçün nə qədər faydalı olacaq? Hətta əgər sənin düşüncəndə bununla bağlı mənfi fikirlər varsa, sən başlayacaqsan ki, mən bunu etdim deyə başıma gəldi. Belə bir fikir də var ki, cadının iki başı var. Əgər bir insan başqasının iradəsinə toxunursa, bu karma yaradır. Bir insana iradəsinə toxunulursa və onun etməyəcəyi bir şeyi etdiririksə ona məcbur şəkildə, təbii ki, o daha sonra bizdə də öz təzahürünü tapacaq. İşlərimiz yolunda getməyəcək, ailə-daxili problemlər yaşayacağıq və daha sonra deyəcək ki, mən axı heç kimin iradəsinə toxunmamışam. Mən heç kimin haqqına girməmişəm. Mənim ailəm niyə belə bu problemin içərisindədir? Mən niyə işimlə bağlı, şəxsi həyatımla bağlı problemlər yaşayıram? Və həmin insanlar o an xatırlasın ki, kiməsə hər hansısa bir cadudan istifadə edib,
kiməsə hər hansısa bir, onun bədbəxtçiliyi üçün, ailəsinin bədbəxtçiliyi üçün, nələrsə edib və bu gün həmin o, situasiyaları yaşayır. Yaşayacaqmı sual içərisindədir. Xeyr, eee, həmin insan 100% ki, etdiyini, özü yaşayacaq. Cadu çünki belə bir şeydir ki, Əm, bu birincisi hər hansısa bir fala baxdırmaqla başlayır, daha sonra caduya gəlir, sən də dediyin kimi. Artıq bu o qədər asıllıq hala çevrilir ki, bir insan özünü saxlaya bilmir. Əgər bir insan, başqa bir insanın ailəsinə bədbəxt olması üçün, ailəsinin dağılması üçün, söz-söhbətlər üçün hər hansısa bir cadu edirsə, mütləq ki, bunu yaşayacaq. Buna görə, dəyərli izləyicilərimiz, mənim sizə burada məsləhətim olacaq ki, əgər ailənizlə bağlı hər hansısa bir problem yaşayırsınızsa, şəxsi həyatınızla hər hansısa bir problem yaşayırsınızsa, bunu yalançı, fırıldaqçı, hər hansısa bir parapsixoloq adı ilə işləyən insanlara, falçılara, ekstrasenslərə tökməyinizə ehtiyac yoxdur. Sadəcə kifayətdir ki, bir insan bir dəfə bir seans alsın, onun effektini görsün, öz travmalarından üzləşsin, həmin o travmalarını düzgün psixologiyada, aşa bilsin və bunun nəticəsində təbii ki, biz sizə, parapsixoloqlar kimi, biz sizə falçılar kimi vəd vermirik ki, 100% sizin həyatınızı düzəldəcəyik. Yəni bizim elə bir hüququmuz yoxdur sizin həyatınızı düzəltmək kimi. Amma, həyatınızla bağlı hər hansısa bir problemi həll etmək istəyirsinizsə, biz bunun vədini verə bilərik ki, həyatınızı müəyyən dərəcədə özünüzün istədiyi şəkildə düzgün psixologiya ilə, idarə edə biləcəksiniz ən əsası və həyatınızda baş verən problemlərin qaynağını taparaq köklü şəkildə həll edə biləcəksiniz. Falçılara, ekstrasenslərə tökülən pullar sadəcə qısa müddətli bir həll yoludur. Qısa müddətli də bu sizin inancınıza əsasəndir. Amma uzun müddətli həyatınızı daimi şəkildə yaxşılaşdırmaq istəyirsinizsə, qorxularınızdan azad olmaq istəyirsinizsə, o zaman mütəxəssis dəstəyi almağınız kifayətdir. Mən belə bir şey düşünürəm, Ülviyə. Hətta, asılılığı deyirik biz, məsələn, alkoqol asılılığı deyirik, narkotik deyirik və sair digər şeylər. Hətta bu belə asıllığın içərisindədir. Çünki bir insan mütəmadi şəkildə öz həyatı ilə bağlı müəyyən bilgilər əldə etmək istəyir. Öz-özünü kəşf etmir, öz-özü ilə bağlı suallar vermir. Mən bu həyatı nə üçün yaşayıram və sair. Amma gedir həmin həyatını, özünün bilmədiyi, öz xarakterini kəşf etmədiyi, öz həyatını kəşf etmədiyi, mən bu həyatda nə üçün varam, deyə bu sualı özünə vermədiyi halda gedir başqasına sual verir və onun cavabını almaq istəyir. Öz həyatı ilə bağlı özü cavab verəcəkkən başqasından cavab almağa çalışır və bu cür insanlar uşaqlıqdan belə böyüyən insanlardır. Öz seçim haqqı olmayan insanlar, daha sonra həyatı ilə bağlı müəyyən dərəcədə qərar qəbul edə bilməyən insanlar, həyatında məsuliyyəti almaqdan çəkinən insanlar daha çox qarşı tərəfə atır. Anasının üstünə atır, atasının üstünə atır, daha sonra ailə həyatı qurur, yoldaşının üstünə atır o problemlərin hər birini, o məsuliyyətin hər birini və artıq qərar verə bilmədiyinə görə həyatı ilə bağlı ona bir fikir bildirmə haqqı da olmur. Öz həyatına fikir bildirə bilmə bir haqqı da olmur və buna görə də daima kimlərdənsə məsləhət almaq istəyir öz həyatı ilə bağlı. Bu da təbii ki, hər bir insan fərqli-fərqli düşüncədədir. Bir falçı deyir ki, həyatın çox yaxşı olacaq. Bir falçı deyir ki, sən ailəndən ayrılacaqsan. Bir falçı deyir ki, işinlə bağlı müəyyən problemlər yaşayacaqsan və, bir insan birinci falçı düzdürmü yoxsa yox, ikinciyə gedir. İkinci düzdürmü yoxsa yox, üçüncüyə gedir və belə-belə artıq görür ki, mütəmadi şəkildə həmin insanlardan asılıdır. Bir gün kofe falına baxdırır, bir gün tarot kartına baxdırır, daha sonra fərqli-fərqli yollardan istifadə eləyir və daha sonra gəlir çıxır hər hansısa bir insanın həyatına toxunaraq öz həyatında bədbəxt etməyə. Zəhra, maraqlısı odur ki, insanlar nə keçmiş travmalarını, qorxularını araşdırmır, nə bu gününü, bu anını dəyərləndirmir, bu an nələr istəyir, ona baxmır. Gələcəkdə başıma nə gələcək deyə sorğulamağa başlayırlar. Əslində bu gün nə istədiklərinə baxsalar və keçmiş travmalarını, keçmiş o yaşadıklarını həll etməyə çalışsalar, o gələcəyi özləri qururlar. Və ekstrasenslərin, falçıların onlara deyəcəkləri gələcəyi deyil də, həqiqətən öz istədikləri gələcəyi qurmuş olurlar. Düşünürəm ki, yetərincə bu mövzuda artıq danışdıq, müzakirə etdik. Dəyərli izləyicilər,
Psixoanalizdə parapsixologiya mövzusu, ekstrasenslər, falçılar və insanın şuuru, düşüncə gücü, bu gün bütün bu mövzuları əhatə etdik. Ümid edirik ki, bundan sonrasında bizim fikirlərimizi dinlədikdən sonra düzgün qərarlar verərək, öz həyatınızı özünüz seçərək addımlayarsınız. Həyatınızdakı hər hansısa bir problemi həll etmək üçün daha sağlam qərarlar və daha sağlam addımlar atarsınız. Hər birinizə gözəl həftə arzu edirik. Gününüz uğurlu olsun. Sağ olun.